Bu sözün köküdür. Q leksik şəkilsidir. Tu da leksik şəkilsidir. Lar da qrammatik şəkilsidir. Çünki cəmdə gəldini. Yaz sözün köküdür. Yazdı leksik şəkilsidir. Çünki kökdə gəlir. Yazdı qrammatik şəkilsidir. Q da qrammatik şəkilsidir. Bunun şəkilçilərinin fərqlərini mənə deyin görüm. Yəni şəxs şəkilçidir, sən bəzəndin. Yaz sözün köküdür. Q leksik şəkilsidir. Mış qrammatikdir. Feildən düzələn feillər hansılardır? İcbar, məsul, ayrışıq. Bəli, icbar, məchul, qayıdış, qarşılıq, birgə, şəxssiz. Bunlar feildən düzələn feillərdir. Burada 4 söz var. Bu feildən düzəlmiş feildir. Bu saydan düzəlmiş feildir. Bu isimdən düzəlmiş feildir. Bu da sifətdən düzəlmiş feildir. Bilər, feil həm başqa hissələrdən düzələ bilər, həm də feildən düzələr. Feildən düzələn feillər hansı növlərdən olur? İcbar, məsul və qarşılıq. Bəli, deməli icbar, məchul, qarşılıq feillər feildən düzələn feilə görə sözün kökü yaş olmadı. Yaşıl oldu. Nəyə görə? Çünki yaş sözü ilə yaşıl sözünün əlaqəsi yadına şirin düşer. Ferhadgaya çapanda yadına şirin düşer. Ferhadgaya çapanda yadına şirin düşer. Şirin kimi, güzel sev şirin kimi, şirin kimi, güzel